Ermənistan baş nazirinin Zəngəzur dəhlizi ilə bağlı belə ürəklə, canfəşanlıqla danışması müsbət siqnaldır. Zamanı ilə Zəngəzur sözünü, dəhliz sözünü dilinə gətirmək istəmirdi. Ümumiyyətlə, Ermənistanın ərazisindən o 44 kilometrdən keçəcək hər hansı bir dəhlizdən, yoldan danışmaq belə istəmirdi. Qətiyyətlə bunu rədd edirdi. Və bugün artıq o Zəngəzur dəhlizinin tərəfdarına və onun müdafiəçisinə çevrilib, təbliğatçısına çevrilib. Bu MDB ölkələrinin bura qaçması ilə bağlı Paşinyanın açıqlaması biraz daha çox MDB ölkələrinin də bu məsələdə marağını cəlb etmək və yaxud bunu əsaslandırmaq istəyi ilə ölçülür. Amma təbii ki, onların birbaşa, yəni həmin dəhlizə çıxışı yenə də Azərbaycan üzərindən ola bilər və bir neçəsinin Rusiya üzərindən həmin dəhlizə daxil olması, Türkiyə üzərindən həmin dəhlizə daxil olması və Xəzər dənizi vasitəsilə Orta Asiya Respublikalarının da Azərbaycan vasitəsilə həmin dəhlizə daxil olması gözlənilir. Zəngəzur dəhlizinin işə salınması yüklərin daşınmasında bəzi istiqamətlər üzrə, məsələn 2 həftə azaldılmasına, 20 gün azaldılmasına, 10 gün azaldılmasına, 6 gün azaldılmasına səbəb olacaq və bəzən yük daşımalarında, iqtisadiyyatın inkişafında, xərclərin aşağı salınmasında bir gün belə böyük fərq yaradır ödəmələrdə. Ona görə də əgər bir gün, 2 gün hər hansı bir yük başqa dəhlizdən başqa bir ölkəyə göndərilirsə və tez çatacaqsa, demək sahibkarlar həmin yolu seçir. Çünki o zaman onların ödənişləri, xərcləri də azalmış olur. Bu baxımdan mənə belə gəlir ki, MDB ölkələri də Zəngəzur dəhlizindən və eyni zamanda onun bir xətti kimi də deyə bilər ki, Şimal-Cənub dəhlizindən də, logistikasından da tam olaraq istifadə edə biləcəklər.